Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, dünya Azərbaycanları, dünya türklərinə səslənirəm. Güney Azərbaycan, Azərbaycan millətinə İran molla rejimi zülm edir, baskı altında saxlayır, məktəbləri yox, nitq qabiliyyətlərinin inkişafını qarşısını alırlar. O cümlədən uzun illərdir ki, molla rejimi Güney Azərbaycanlıları baskı altında saxlayır. Onların genindəşməyə çalışırlar. Uzun illərdir ki, davam edir. Molla rejimi Türk millətini, xalqını əzməyə çalışır, aşağılamağa çalışır. O cümlədən ərəblər də o cümlədən Kərkükü ərəbləşdirmək istəyir. Buna imkan verməyin, tam zamanıdır. Güney Azərbaycan xalqının azadlığını istəyirəm. Yəməndən İraq, Suriyə, Oman, Səudi Ərəbistan, İran, hamısı Azərbaycan, Türk dünyasının coğrafiyasına, torpağını birləşdirilməlidir və Türk millətinin əsarət altında, rejim altında, ərəbin və farsın əsarəti altından xilas etmək zamanıdır. Azadlıq Güney Azərbaycana, İsrailin İran molla rejiminə qarşı və dünya siyasəti ilə bağlı dünyavi siyasi proseslərdən əlavə kənara İsrailin İrana başlatdığı savaş antiterror idi, Fars molla rejiminə qarşı idi. O cümlədən Fars molla rejimi Güney Azərbaycanlıların üsyanında, mitingində iştirak etdiyi günlərdə fəal iştirakçılığına əsasən İran siyahılandırmışdı, Farslar hamısını qeydiyyat almışdı. Bütün etnik qruplar var, onları əzir, xalqları, millətləri əzir orada. Demək olar ki, siyahısını bugünkü gündə İsrailin İranda antiterror əməliyyatından başlayan zaman Güney Azərbaycanlıların həbs edərək həmən o mitinglərdə azadlıq istəyənləri həbs edirlər və onları öldürürlər, edam edirlər. Və bununla da bağlı Güney Azərbaycanın azadlığı üçün mübarizə aparmalıq, davam etməliyik. Bizim parlaq dünyamızı heç kəs qaranlıq edə bilməz. Yaşasın bizim türkçülüyümüz, yaşasın turançılığımız. Fars molla rejiminin tam zamanıdır, son qoyma gündür, vaxt itirmədən. Buradan İsrail və Amerika Birləşmiş Ştatlarına deyirəm ki, 2026-cı ilə kimi həmin İranda apardığı antiterror əməliyyatını davam edin, dayandırmayın. Dayandırsanız dünya, bəşəriyyət üçün ən böyük təhlükəlidir. O qoca İranın azadlığına gətirmək zamanıdır. Həmin zaman biz türklər azadlıq uğrunda mübarizəmizi davam etdirəcəyik. Yaşasın Azərbaycan, yaşasın dünya türkləri.